Elm və Təhsil naziri Emin Əmrullayevin açıqlamalarına görə sertifikasiyanın ikinci mərhələsində müəllimlərin əmək haqqlarına artım prosesi dəyişdirilə bilər. Belə ki, əvvəlki 10% və 35%lik artım əmsalları əvəzinə bütün müəllimlər vahid əmsalla əmək haqqlarına artım ala biləcəklər. Qeyd edək ki, bu qərar hələ rəsmi olaraq təsdiqlənməyib və hazırda müzakirə olunur. Eyni zamanda müəllimlərin 2 qat maaş alması məsələsi də gündəmdədir. Təhsil zamanı xəbər verir ki, mövzu ilə bağlı AZDUAZ-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü deputat Ceyhun Məmmədov qeyd edib ki, müəllimlərin 2 qat əmək haqqı alması məsələsi uzun müddətdir müzakirə olunur. Mərkəzi İcra Hakimiyyəti olaraq əgər nazirlik belə düşünürsə, yəqin ki, müəyyən araşdırmalar aparılıb və buna uyğun qərar qəbul edilib. İnanıram ki, bu qərar uğurlu olacaq. Lakin daha ədalətli yanaşma üçün faiz fərqi nəzərə alınsa, daha məqsədə uyğun olar. Məsələn, yüksək bal toplayanlara 35%, bir qədər aşağı bal toplayanlara 25% və s. Bu cür sistem prosesə müsbət təsir göstərə bilər və ədalətli yanaşma təmin etmiş olar. Millət vəkili həmçinin qeyd edib ki, müəllimlərin 2 qat əmək haqqı almasına məsələsinə gəlincə, bu uzun müddətdir ki, müzakirə olunur. Mən hesab edirəm ki, bu variant da nəzərdən keçirilə bilər. Ümumilikdə əmək haqqlarının artırılması müəllimlərin motivasiyasına ciddi şəkildə təsir edəcək və həmin prosesə müsbət təsir göstərəcək.